Ramazan bayramı, bereket ve birlik günü. Ramazan bayramı, İslam dünyasında en müqəddəs ve sevincli bayramlardan biridir. Bir ay boyunca tutulan oruçların, edilen duaların ve ibadetlerin ardından Müslümanlar bu mübarek günü büyük sevinç ve şükür hissiyle qeyd edirlər. Bu bayramın əsas mahiyyəti insanları birliyə, mərhəmətə və paylaşmağa təşviq etməsidir. Bayram günündə Müslümanlar səhər erkən qalxaraq qüsul alır, ən təmiz və gözəl paltarlarını geyinir və bayram namazı üçün məscidlərə yığışırlar. Namazdan sonra bir-birlərinə gözəl dualar edir, bayramınız mübarək deyərək təbrik edirlər. Ramazan bayramının vacib hissələrindən biri də fitrə zəkatıdır. Bu, imkanı olan hər bir müsəlmanın bayramdan əvvəl ehtiyacı olan insanlara verdiyi sədəqədir. Bu, bayram sevincini hər kəsin hiss etməsi və heç kimin ac qalmaması üçün vacib bir ibadətdir. Bayram günü qohumlar, dostlar və qonşular bir-birlərini ziyarət edərək sevinç paylaşırlar. Şirniyyatlar, bayram süfrələri və müxtəlif nemətlər bu günün ayrılmaz hissəsidir. Uşaqlara hədiyyələr verilər, böyüklərin əlləri öpülər və hər kəsin qəlbi sevgi ilə dolur. Ramazan bayramı bizə xatırladır ki, səbr, iman və yardımlaşma ruhu ilə dolu bir ayın sonunda qazanılan savab və bərəkət həyatımızın hər anında bizimlə olmalıdır. Bu mübarək gün həm ibadətin mükafatı, həm də birlik və bərabərliyin ən gözəl təzahürüdür. Bayramınız mübarək. Allah etdiyiniz duaları və ibadətləri qəbul etsin.